Herkese salam dostlar. Dostlar, bu günlərim sizi münasib qiymətə olan və çox güclü və çox dözümlü olan Kral tir tüfənglərlə tanış eləmək istəyirəm. Gördüyünüz kimi Kralın ən ucuz və ən kompakt modelidir. N01 modeli. N01 modelidir. Gördüyünüz kimi. Kralın biraz taktikal olan N03 modelidir. Bu da belə bir tir tüfəngidir. Ətraflı göstərirəm. Biraz daha taktikal və güclü bir balaca bunlara nisbətən çox olan N05 modelidir. Bu da N05 modeli. Və qundağında yanaqlıq ayarı olan, biraz da bunlara nisbətən gücü daha çox olan N06 modelidir. Kralın ən qəşəng, mənim ən xoşuma gələn modelidir. Üzərinə binokul taxanda bir yanaqlıq çox böyük avantajdır. Bu birlərində yoxdur. Bunlar isə dostlar N13 modelidir və N11 modelidir. Bunların gücləri dərdim sizə, mən N11 daha çox güclüdür. İndi N13 niyə belə buraxdılar, mən də bilmirəm. Və arasındakı fərqi göstərəm. Bu N13'dür, bu N11'dir. N11'də qundağında yanaqlıq ayarı var, bunda yoxdur. N13'də üzərində kanal reisdir, tək 11 mm-lik. N11'də 11 və 22 mm-lik reis var. N13'də perdaxrantel arxa hissəsindədir. N11'də tetiyin ön hissəsindədir. İkisində də ayarlana bilir gəz, sabit arpacıq var. Və N13'də susturucu yoxdur, amma N11'də böyük bir susturucusu var. Çox güclü bir tir tüfəngidir N11. Belə Kralın modelləri ilə kim əldə etmək istəyirsə, səhifədəki nömrə ilə əlaqə saxlamağı bəs edir. Bəyənib takip atmayı yaddan çıxartmayın dostlar.